İdarəetmədə məşhur 20-70-10 qaydası var. 20%, 70%, 10%. Yəni işçilərin 20%-i hətta pis şərtlərdə belə yaxşı performans göstərirlər, yaxşı nəticə göstərirlər, yaxşı işləyirlər. 70%-i isə bizdən asılıdır. Şirkətin sistemindən, idarəetmədən, bizim yanaşmalarımızdan asılıdır. Yəni yaxşı şəraitdə yaxşı işləyəcəklər. Boşluq qoysaq, boşluqdan istifadə edə bilərlər. Yəni tamamilə bizdən asılıdır. 10% isə xeyri yoxdur. Hətta yaxşı, hər şey yaxşı olsa belə biz pis reaksiya görə bilərik, pis performans görə bilərik. Yəni bu halda biz görürük ki, 20+70, 90%-də əslində yaxşı idarəetmə, yaxşı sistem özünü yaxşı göstərir. Yəni yaxşı biz effekt ala bilirik. 10%-də biz mənfi nəticələr görə bilirik. Bəzi rəhbərlər və sahibkarlar təəssüf ki, bu 10%-in tələsinə düşürlər. Yəni deyirlər ki, mən filan kəslə yaxşı rəftar elədim, qudurdu. Sui-istifadə elədi. Gəldi başıma çıxdı. Ona görə gərək sərt olasan, gərək yaxşı normal rəftar eləməyəsən, gərək mütləq başın üstündə durasan, sərbəst buraxmayasan. Yəni bu 10%-in tələsinə düşmək əslində 90%-dən də mənfi effekt götürməyimizə səbəb olur. Ona görə çox vacibdir ki, biz o 10%-in tələsinə düşməyə və 90%-ə fokuslanaq.